Salam, hər birinizi xoş gördük. Əziz Dövlət Okulunun test müəssisəsinə hazırlaşan şəxslər. Hər imtahandan əvvəl olduğu kimi bu imtahandan da əvvəl o imtahana düşən suallar nələrdir, düşmə ehtimalı olan hansı qanunların hansı hissələridir, məhz onları bu videoda biz görəcəyik. Bu videoya baxmazdan əvvəl kanala abunə olmağı unutmayın. Öz Dövlət Okulunun test müəssisəsinə hazırlaşan şəxslər də videomu paylaşmağı unutmayın. Və bu günlərim axşam saat 10-da, təxminən bugün axşam saat 10 yox, 12-nin yarısı 12-yə qalmış saatlərində 8 martın axşam saat 12-nin yarısı 12-yə qalmış canlı yayımımız olacaq. Həmin canlı yayımda bütün qanunların üzərindən bir daha başdan sona keçəcəyik. Ona görə o canlı yayıma mütləq qoşulmanızı tövsiyə edirəm. Bu günlərim axşam canlı yayıma mütləq şəkildə qoşulun ki, sabahlarım o imtahanda hansı hissələrə daha çox diqqət edilməsi lazımdır, hansı maddələri necə oxuyum, nəyə daha çox diqqət edeyim, orada etik davranış qaydalarına necə riayət edeyim, bu və digərlərini kateqoriya təsnifatının tanınmasını bir daha üzərinə keçəcəyik. Yəni, səbirli olun, onsuz da biz PDF-i mən sizə bölüşəcəm, videoma baxacaqsınız. Sadəcə diqqətlə mən dinləyib bir dəqiqə deyim. Dediyim kimi, bax, hər dəfə canlı yayımdan əvvəl o canlı yayımda qoşulanlarla qoşulmayan arasında 5 sual, 6 sual fərq edir. Ona görə mən sizə canlı yayıma qoşulmanızı tövsiyə edirəm. Təxminən axşam saat 12-yə qalmış. Kanala abunə olmağı unutmayın ki, bu tipli videolar sizin qarşınıza tez-tez çıxsın. İmtahandan sonra da canlı yayım açıb sualları bir daha müzakirə edəcəyik. Elə isə gəlin vaxt itirmədən başlayaq. Amma başlamazdan əvvəl bir şeyi biz unuda bilmərik. Niyə? Çünki bu günlərim 8 martdır. 8 mart münasibəti ilə bu videoya baxan bütün xanımları təbrik edirəm. Ümumiyyətlə, videoya baxan, baxmayan fərq yoxdur. Azərbaycan Respublikasının qadınlarını bizim həmişə baş tacımızdır və gəlin bəylər, bu videoya baxan hər bir bəy öz şərh hissəsində, bu videonun şərh hissəsində xanımları təbrik edək. Bir daha öz, belə deyək də, onların bizim üçün nə qədər əhəmiyyətli bir insan olduqlarını bir daha vurğulayaq. Xanımlar, bir daha sizi təbrik edirəm. 2 dəqiqədən artıq mən danışdım. Elə isə çox vaxt itirmədən gəlin başlayaq. Deməli, Konstitusiyadan 11 dənə sual düşəcəyini gözləyirəm və bu hansı hissələrdir, məhz bura əlavə etmişəm. Bax, bu hissəyə daha çox diqqət edin. Daha çox danışmayacağım, çünki burada əsas yerdə qeyd eləmişəm. Və kim istəyirsə PDF-i burada videonun, daha doğrusu videonun baş çatdıqdan sonra mənə yaza bilər. WhatsApp-da mənə yazsın, PDF-i əldə edə bilər. Mənə WhatsApp-ıma yazaraq PDF-i əldə edə bilər. Amma bir şey var, videonu burada dayandırıb indi yazmayın. Çünki mən videonun geçəcəyi zamanı bəzi hissələr burada izah edəcəm. Hansı ki, isə əlavə bal gətirən məqamlardır. Ona görə videonun sonuna qədər baxın. Bəli, 94-95-ci manatdan hər dəfə video düşür, sual düşür, ona görə əlavə etmişəm. Bu hissəyə daha çox diqqət edin. 96-dan sual düşəcəyini gözləyirəm. Prinsipə gəldikdə isə prinsipdə 101-ci manatdan daha çox sual düşəcəyini gözləyirəm. Buna diqqət edin. 109 prezidentin səlahiyyətləri, 118 başlanğıc vəzifət olması qaydası, 124, artıq maddən adını çəkmirəm, burada qeyd eləmişəm. 155 və 155-dən nisbətən 156-cı maddə bu dəfə daha çox sual düşəcəyini mən düşünürəm. Bu oldu bizim konstitusiyamız. Gəlirəm nəyə? Dövlət dilinə birdən sual gözləyirəm. Demək, bu 1.6-cı bənd ola bilər. Maddə 5, 7, 11 və 16-dan gözləyirəm. Gəlirəm dövlət rəmzlərə. Dövlət rəmzlərdən 2 dənə sual düşəcəyini gözləyirəm. Yada saxlayın ki, dövlət rəmzlərindən həmişə sual düşəndə ən çox bayraqdan sual düşür. Ona görə də yoldaşlar, bayrağı daha yaxşı oxuyun. 2.5, maddə 4, maddə 12 bayraqdan. Gerbdə isə gerbin qabarıq təsvir olduğu yerlər. Maddə 7, dövlət himninin digər hallara istifadə qaydası. Məlumat azadlığına 2 dənə sual bizi qarşılayacaq. Məlumat azadlığına 2 dənə sual olmasını gözləyirəm. 1 və 2 dənə sual olmasını gözləyirəm. Burada hansılardır? Bunu qeyd eləmişəm bura. Hansılar düşmə ehtimalı var. Korrupsiyadan 3 dənə sual yox, 2 dənə sual düşəcəyini gözləyirəm açığı. Bunlardan biri maddə 5-dir, maliyyə xarakterli tələblər. Biri maddə 6-dır. Bax, maddə 6 görə nə demişəm? Deyirəm ki, maddə 5-in nisbətən daha çox sual düşmə ehtimalı var maddə 6-dan. Ona görə maddə 6-nı daha yaxşı olun korrupsiyada. Üzr istəyirəm. Maddə 9-da korrupsiya hüquq pozmaq bölünür 2 yerə. Biri var bilavasitə, bir də var şərait yadılan korrupsiya hüquq pozmaq. Buna daha çox diqqət edin. Daha sonra korrupsiyada 12.2-ci bənd yoxdur. Bunu bir daha oxuyun. Vətəndaşların müraciət haqqında qanunan 3 dənə sual düşəcəyini gözləyirəm. Bax, bir daha vurğulayıram bu video vasitəsilə. Yoldaşlar, əziz şəxslər, qanunvericiliyin oxumanı hamısını oxuyun. Məsələn, vətəndaşların müraciətinə əsas yerlər demişəm, baxın, məsələn, maddə 6, 8, 9, nə zamanı korrupsiya, konstitusiya. Oxuyarkən bütün maddənin hamısını oxuyun. Sadəcə mən bu dediklərimə daha çox diqqət edin. Bilirsiniz ki, həmişə imtahandan belə deyək də, %100 deyiləcək bir şey yoxdur.
Ona görə də ki, düzdür, həmişə bilirəm də, özü də bəlkə azdan çoxdan bilirsiniz ki, hər imtahandan əvvəl demək olar 40 dənə sualın, inan ki, 20-21 dənəsi məhz bu PDF-dən olur. Nə bilim, lap siz deyin, 18-17 dənəsi nöqtə vergünə qədər bu PDF-dən olur. Amma yenə də ki, hər ehtimala qarşı digər maddələrə də baxın. Yaxşı. Müraciətdə təklif ərzi və şikayətin tərəfi yeni dəyişə bilər, buna baxın. Maddə 6-ya diqqət edin, maddə 8-ə diqqət edin, vətəndaşların müraciətinə 9-a diqqət edin, 12-də 12.3-ə və 12.6-ya diqqət edin. Keçdim elektron imzaya. 4 dənə sual çözəni gözləyirəm. Maddə 1 əsas anlayışlar, 21, 22, 26, 27, 29 və 32-ci maddələrə diqqət edin. Kərgüzarlıq hər birimizin yaralı yeridir. Kərgüzarlıq görəndə bəzi şəxslər var ki, əsasən bunu xanımlar deyir. Mənim kərgüzarlıqdan elektrik almıram. Mənim kərgüzarlıqdan nə bilim, məni cəzb eləmir. Elə bil ki, kərgüzarlıq ki, nədir? Oxumayıb gedirlər. Oxuyub gedin imtahana. Oxuyub gedin. Bu hissəyə daha çox diqqət edin. Bax. Burada razılaşdırmışdıq qrifi qoyan şəxsin hansı məlumatlar qeyd olunmalıdır, imtahan sualı düşə bilər. 24-cü bənd, 30. 33-dən 39-a qədər bir dənə sual olacaq bazar günü. 75, 87, adını çəkmirəm daha, burada qeyd olunub. Məhkəmə və hakimlərdən 1 və ya 2-dən sual, burada 2-dən yazmışam, indi burada ola bilsin ki, 1-dən də sual düşdü. 1 və ya 2-dən sual. İndi məhkəmə və hakimlərdən maddə 4-ə, 8-ə, 14-ə və 19-a mütləq şəkildə baxın. Videonun sonuna qədər baxdıqdan sonra mən PDF əldə etmək üçün müraciət edin, yoldaşlar. Daha sonra etik davranışdan 3 dənə sual çözəni gözləyirəm. Bax, buradan biri maddə 1-dir, maddə 4 vicdan davranış, 7, 12, 21-1 və maddə 18 əlavə etmişəm, fikir verirsiniz. Bax, sizə bir şey deyim, etikdən imtahana 3 və ya 4 dənə sual çözəcək. Çox yaxşı şəkildə oxumaq lazımdır, çox yaxşı şəkildə. Burada bütün maddələri oxumanı oxuyun, bütün maddələri oxumanı oxuyun. Əsasən etikdən gizlənmiş şeylərə daha çox diqqət edin. Nəyə? Gizlənmiş şeylərə daha çox diqqət edin. Hətta mən sizə tövsiyə edərdim ki, maddə 23-ə də baxarsınız. Maddə neçəyə? Maddə 23-ə də baxarsınız. Dövlət qulluğu haqqında qanundan 7 dənə sual çözən, 7 və ya 8 dənə sual çözən gözləyirəm. 4 dənə, 3 dənə sual nəzərədir. Bax, bu nəzərlərdə maddə 5 dənə sual çözən gözləyirəm. Dövlət Qulluğu İdarə Şurası haqqında məlumatlar. Daha sonra maddə 7-də 7.2-ci bəndə xüsusi diqqət edin. Maddə 10-da 10.6 yardımçı vəzifələr hansılardır? Və 10.6-dan bərabər siz nəyə də oxuya bilərsiniz maddə? Maddə 13-də 13. Deməli, neçə idi o? Bilirsiniz ki, bütün maddənin adlı müəllim yadındadır. 13.2 maddəyə daha çox diqqət edin. Niyə 13.2-yə daha çox diqqət edin? Çünki yardımçı vəzifə tutan şəxsin hansı təsiri olmalıdır? Tam orta təsiri. Orada deyil. 15-2, 21, 22. Bax, bu maddələrə xüsusi diqqət edirik. Sonra gəlirəm nəyə? Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən hansı dövrlər nəzərə alınır? İmtahana 1 və 2-dən sual buradan düşəcək bazar günü. Buna diqqət edin. Diqqət edin, çox qəşəng şəkildə oxuyun. Bu, maddə 35-dən sonra gəlib prezidentin bir fərmanı yoxdur. Stajdan asılı olaraq məvacibi əlavə. Bax, onun aşağısında 7-ci bənddir. Bax, təkrarlayıram. Dövlət qulluğu haqqında qanun bitəndən sonra, maddə 35 bitəndən sonra gəlir prezidentin bir fərmanı. Orada stajdan asılı olaraq məvacibi əlavə yoxdur. Məsələn, 1-dən 5-ə qədər sənin stajın olduqda hər ay 5% gəlir, 15 ildən çox olduqda hər ay 30% gəlir. Bax, bunun aşağısında 7-ci bənd var. 7-ci bənddə, bax, bu söz deyir, onu diqqətlə oxuyun. 4 dənə sual praktiki şəkildə düşəcəyini gözləyirəm. 4 dənə sual olmasa da ola bilər. Məsələn, bax, 3 dənə sual oldu, amma bu şəkildə düşəcək. Burada Maliyyə Nazirliyi olmaya da bilər. Ola bilər Kənd Təsərrüfatı Nazirliyi, fərqi yoxdur. Amma bax, bu məqamlara diqqət edin. Bax, bu tipli suallar imtahana düşəcəyi gözlənilir. Bunlarda bax, bu tipli sual düşəcəyi gözlənilir. Bu BB idi. Keçirəm BA-ya. BB-lər burada dayandırıb videonun PDF əldə etmək üçün mənə WhatsApp-dan yaza bilər. BA-ya hazırlaşanlar ağlına birdən sual ola bilər ki, müəllim, o yuxarıda indiyə qədər gəldiyimiz vətəndaşların müraciəti, korrupsiya, kərgüzarlıq və s. onlar bizə aid demir. Əlbəttə, onlar da sizə də aiddir. Yuxarıda çəkdiyim qanunlarda hansı maddə, hansı sərə düşəcək, əziz BA-ya gedənlər, onlar sizə də aiddir həmçinin. Eyni zamanda əlavə qanun olaraq inzibati icraatda bu maddəyə daha çox diqqət edin. Normativ hüquq haqqlarının konstitusiya qanununda 3, 4, 19, 83 və 89-cu maddə diqqət edin. Ombudsmanda 1, 6, 1, 10, 11, 12.6-cı maddə diqqət edin. Və bununla da bizim nəyimiz? Demək olar ki, artıq əsas məqamları dedik.
Videomu burada dayandırıb WhatsApp-dan PDF əldə etmək üçün müraciət edə bilərsiniz. Artıq sabahların bu günlərim, bu vaxtlarda tək salamatçılıq olsun, mən də imtahana iştirak edəcəm. Saat 11-dəyim, mən də sizin yanınızda olacağam. İmtahandan əvvəl, imtahandan sonra həmişə olduğu kimi sizin yanınızda olacağam. Suallarınızı cavablandıracağam. Özünüzdən müğayət olun. Hər birinizə imtahana uğurlar arzu edirəm. Axşam saat 12-yə qalmış, 12-də canlı yayıma mütləq şəkildə qoşulun. Xanımları isə bir daha təbrik edirəm. Sağ olun, salamat qalın.